Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Rabbi şrahli sadri ve yessirli emri ve hlul ukdeten min lisani yefkahu kavli. Allahümme salli ala Muhammed ve ali Muhammed ve accil feracahum. Qovulmuş şeytanın şerrinden Allah'a sığınıram. Rahman, Rahim olan Allah'ın adıyla. Allah'ın salam ve salavat olsun Peygamber ve onun paç əhl-i beytinə. Salam əziz tələbələr və bizi izləyən dəyərli həmvətənlərimiz, hər birinizi xoş gördük. Şəriət, yəni əhkam müəllimliyi dərsində 114-cü video çəkiliş. Bugün 6 mart 2025-ci il Ramazan ayının 5-ci günü. Allah namazlarımızı, oruclarımızı, dualarımızı qəbul eləsin və bizi həqiqi oruçdan bəndlərdən qərar versin və sonuncu Ramazanımız eləməsin. Allah bizi bağışlamadan öldürməsin. Xəstələrimiz var, Allah hamımıza şəfa versin. Allah əsrlərimizi qorusun, Allah ölkəmizi qorusun. Amin. Mövzumuz bizim yenə İctihad təqliddir. İctihaddan inşallah ki oxuduq və keçən dərsimiz danışdıq müştehidlər barəsində, neçə növdür, sonra müştehidlərin növləri barəsində dedik bunları, nəzərləri barəsində danışdıq və sonra danışdıq təqlid nə deməkdir, lüğətdə, terminologiyada, mənası nə deməkdir, təqlid insan ağlı ilə, məntiq ilə insan götür-qoy edir, görür təqlid var, lazımdır və təqlid Quranda, təqlid hədislərdə. Hədislər çoxdur, mən 4-5-ini qeyd elədim ki, inşallah kifayətlər. Bugünkü dərsimiz də təqlid haqqındadır, məlumatlar və sual-cavablardır. İnşallah 1-2 dərs, bir uzağa gələn dəfə keçəcək biz bu dərsliyi, bitəcək. Sonra başlayacaq yenə bu əhkam müəllimliyi barəsində yeni bir məlumatlar, fərqli məlumatlar ki, inşallah daha da maraqlı olacaq bu dərsimin ta yayı qədər. Nə üçün təqlid etməliyik? Onun nədir fəlsəfəsi? Təbii ki, azından çoxlu məlumatımız var. Hər bir şəxs öz ixtisası olmadığı şeydə mütəxəssisə möhtacdır. Burada 3 variant var. Bunu oxumuşuq əhkamda. Deyəcəm bilirik. Deyəz ki, hə, biz bunu Allah şükür bilirik. Siz yoxa maşallah çox şey bilmişsiniz bu vaxt ərzində. Təkrar olsun da. İnsan ya özü zəhmət çəkməlidir, heç mi qəbul eləmirsən, özün bilirsən. Sənin əlində bir məlumat olmalıdır, bir bazı olmalıdır. Bunu hardansa əldə etməlisən. Ya zəhmət çək, get oxu, özün o elmi dərəcəyə çat, özün elm əhli ol, sübutlarla fikrini bildir. Ya elm tələb etməli, səndə alınmırsa, ehtiyat əməllə, o da nə? Möhtat. Birinci nədir? Müqəlləd. Müqəlləd, yəni təqlid olunmuş. Müqəllid, yəni təqlid eləyən. Ya müqəlləd olacaqsan, yəni olacaqsan müştehid, öz nəzərində olacaq faktlarla, sübutlarla. Ya bu yolu seç. Ya ol möhtat, yəni ehtiyat eləyən. Ehtiyatən belə eləyəcəksən. Məsələn, hər hansı bir iş vacibdir, yoxsa müstəhəb, ehtiyatan götürsən vacibi. Hər hansı bir iş haramdır, yoxsa məhşruqdur, ehtiyatsan götürsən haramı. Çünki sən bunu etməliylə, sən bu əməllərin istər-istəməz müştəhid nəzərindən üst-üstə düşməlik şərti ilə uyğun gələ bilər. Üçüncü budur ki, ya müqəlləd olmursan, yəni özün girib zəhmət çəkib elm tələb etməlik, alınmır. Ehtiyat eləməlik, alınmır. Məsələn, elə şey var ki, sən onu eləmək istəyirsən də. Hamısı yaxşı nədir? Rahat yol, müqəllid ol. Yəni təqlid eləyən ol. Məsələn, ya həkim olmalısan, oldun, faktların, sübutların əla. İndi həkimlik səndə alınmadı. İkinci yol nədir? Ehtiyat eləyəcəksən. Məsələn, dərmanı atmalıyam.
Bu yoxsa bu. Müşkil sənədir ki, yəni həkim sənədir ki, bunu at. Sən ehtiyat üçün ya ikisini atmalı deyirsən, ya ehtiyat üçün ikisini də atmalısan. Amma mütəxəssis sənə deyir ki, bunu elə də. Vəssalam. O bilir hansı daha yaxşıdır. Üçüncü yol nədir? Tabi ol mütəxəssisə. Bu daha rahatdır. Həm iki dərmanı atmasan ziyan çəkəcəksən, ikisini də atsan ziyan çəkəcəksən. Sənə nədir mütəxəssis? Birini at, filan vaxtlarda at. Bu daha rahatdır. Həm canın ağrımayacaq, həm də vaxt itirməyəcəksən. Ömrün o elmdə getməyəcək. Bu adlar nə? Müqəllid, yəni təqlid edən şəxs. Birinci yol dili çətindir. İkinci yol insan özünə ziyanlı. Üçüncü daha rahatdır. Deməli. Birinci yolda dərman tez insan çatmır. Çünki illər lazımdır olsa mütəxəssis. Ta hansı dərman sənə lazımdır. İkinci yol çətindir. Qalsın ortada, ehtiyat, o ilim, bu ilim, hasildir, bəlkə odur, bəlkə budur. Birdən bunlara, qalsın ortada, ən yaxşı üçüncü yoldur. Ən asan nə eləmirsən ki? Ən asan nədir? Tabi ol mütəxəssisə. Necə ki, hər sahədə tabi olursan.